Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 15 nömrəli tam orta məktəbdə qalmaqallar səngimək bilmir. Daha əvvəl məktəbdə maliyyə pozuntuları ilə bağlı ciddi iddialar gündəmə gəlmişdi. Həmin yoxlamalar nəticəsində bir sıra vəzifəli şəxslər işdən azad edilsə də, məktəbin direktoru vəzifəsində saxlanılmışdı. İndi isə məktəblə bağlı yeni və daha həssas iddialar ortaya çıxıb. Bildirilir ki, direktor hicablı şagirdlərin məktəbə buraxılmasına mane olur və bununla da qanunvericiliyin tələblərini pozur. Ətraflı süjetdə. Hani direktor, hani zavuç? Yok, kim? O mən. Başka zavuç. Direktor niye gelmedi ki? Direktor buradaydı. Bakın, indi yenə sizi çəkmirəm. Zavuçu sənəd təqdim elədim. Bu sənəddə yazılmışdı, başqa valideynlər də təqdim elədi. O sənəddə yazılmışdı ki, bizə rəsmi olaraq uşağımızın baş örtüyünə görə, dini inancına görə məktəbə buraxılmamaq barədə sənəd verilsin. Bununla bəri bizə 100 dənə bəhanə gətirildi, amma rəsmi olaraq bizə sənəd verilmədi və bütün valideynə bu sənədlər verilmədi. Amma bununla belə bizim uşaqlarımızı məktəbə buraxmırlar. Ondan da əlavə bir valideyn uşaq məktəbin həyətinə buraxıb çıxıb gedib, valideyni olmadan az yaşlı uşağı məktəbdən kənar çıxartdılar, uşaq küçədə qalmışdı. Uşağı məktəbdən qovdular, 18 yaşına çatmamış uşaq çöldə qalmışdı. Və